Knyaz, səni bundan pis günlərə qalasam Knyaz. Arvad da buraxmır məni evə. Da qalmışam küçələrdə. Bu gün mənə pul verməsə ya, bu yorğan döşəyə atacam Knyazın qapısında. Getməyəcəm, yatacam onların qapısında. Da mən nə qədər da Niyam Salaminin onun bunun evində qalma, da bezdim axı. Salam əleykum qardaş. Salam əleykum, kes qardaş, kes. Bu neydi ya, başımıza gəldi ya. Kes sən. Yəni başımıza gəldi zat. Mən Knyaza görə gəlmişəm qardaş. Burada elə hamı Knyaza görə gəlib qardaş. Gəl sər, gəl sər, gəl. Sən öldüysən Knyaz hardansa pul tapıb hamını yığıb bura. Qoy mən birinci gedim. Qardaş gözlə mən gəldim. Qardaş, məni birinci xahiş edirəm. Knyaz. Xurma, limon. Knyaz ölüb. Deməyə qardaş, demə. Ölüm gözlə qaş arasındadır. Bəs belə çıxır ki, onu mənim pulum da öldü. Pul da öldü, Knyaz da öldü. Nəysə bizə yaraşmaz qardaşım, ölüm dayıcan danışmaq. Bir dəqiqə Mən qoyum uşaqlara deyim, bir çay gətirsinlər sənə, içsinlər, sonra özübə gələrsən. Necə oldu ya, öldü? Bu dımbıl kim idi? Nə oldu buna birdən-birə öldü? Xəstəlik zadı var idi. Nə xəstəliyi? Xəstəliyi nə deyə? Cipsidən. Bir dəqiqə deyəndə, necə yəni cipsidən öldü? Qardaş, nə qədər dedik, əl çək bu cipsidən də, əl çəkmədi də, axırı da bu. Allah'ım, işmə güzəlimə bakalım, pulma. Qardaş, cips yiyəndə öldü bu? Yox, lomsan sən deyə, cipsi almağa gedəndə yolda maşın vurdu. Sən dağın dalıyla niyə gətirsən sözlüyə qardaş? Denə ki, maşın vurdu öldü. Qardaş, neysə, otur bir dənə deyim, çay gətirsin uşaqlar, biraz özübə gəl. Nə çayı, mənə ürəyi dərman. Bu da pulum. Sənin çorum elədim mən. Knyaz, axır ölünün yetim. Qardaş, bəs siz kimlərsiniz? Qovmusuz? Yox, Knyazın qomları əl çəkib ondan. Biz elə hamımız elə borc yiyələrik. Vay. Mənə də aldatdı, 4000 aldı məndən. Dedi, qamış əkək. Zəng elədim, dedim, nə oldu qamış? Dedi, orada su çəkdirməmişəm, yadımdan çıxıb, qurudu qamışlar. Yəni ki, yağmadı yağış, bitmədi qamış. Ay səni gör Allah sana, bu hamıya yandırıb, hamını gedib. Qardaş, sən qohmusan yoxsa sən də borc? Yox, qardaş, nə qoxamam. Mən də borc sahibiyəm. Daş şeydə onu tanıdığım günə. Mən xaricdə idim, zəng vurdu mənə ki, burada yaxşı bağ sahəsi var, gəl buranı əkək, alma bağı. Yaxşı pul qazanacaq. Mən də göndərdim pulu. İndi hamısı qurudu ağaclar. Zəng vurmuşam ki, nə oldu? Deyir, bağa baxarsan bağ olar, baxmarsan dağ olar. Qardaş, siz bu Knyazla biznesi atalar sözü üzərində qurmuşdu. Yox, atalar sözü üzərində qurmamışdı. Zəng vurdum ki, bəs nə oldu, nə olacaq bunun axırı? Deyir, bir dənə ölümə çarə yoxdur. Deyir, öldü, getdi. Mən sən hardansa tanıyırsan, hərdən də elə bir ev alıb satırsan ha? Bizim işimiz odur da, elə ona görə. Deyirəm da, sən elə bir şey, mənim bibimin ərinə Sultəbədən ev vermişdi, 2 otaq. Bəli, çoxdan olmuş. Həyət evi, yadımda da deyirəm də, görüşmüşük də biz. Həmin ev yıxıldı. Köhnə ev idi də, satanda demişdim də, 15 min ev almışlar, necə olmalı? Təzdən onun yerinə tikdiyi, bu yaxınlarda qutarmışlar da. Mənim evim yıxıldı, mənim bir dənə böyle pulum batdı burada. Qardaşlar, burada dəftərdə var. Başdaş üstündə, Knyazın da yığırıq. Kimin gücü nəyə çatırsa elə versin, yazın muradını. Savabdır da, amma da dağdan ağır kişi rəhmətə gedib. Adımız nə oldu? Adımız nə oldu? Şahik. Hadi sizin adınız nə oldu? Bunlar yüz qəşəng.
Sənin adın nə oldu? Ha, Cəfər Balaxan. Balaxan orada 100% olacaq. Valla bunlar öyle 100 öyle burada bir 1000 manat var. Bırak bu mini götüreyim. Bu da ganimettir ha. Sən də bir dənə deyərdin. Adın nə oldu? Rasim. Ha, Rasim. Rasim. Götürüm belki bu mini elədim. Bana borcundan silsinler de. Ama yok. Ben onun kimi şerefsiz değilim. Ev yok. Ev yoktu da. Yaz kardeş. Yaz, benim adımı da yaz. Yaz, 100 manat səxavət. Səxavət. Allah nəvə rəhmət eləsin. Ölənlər ölənlər. Ama rəhmətli düşmür ama neyse. Belə, bu pul da belə getdi. Ev. Sağ ol. Sağ ol, sağ ol. Allah rəhmət eləsin. Əsəbimdən belim. Sağ ol. Hem görüm başıma nə çarə qılar. Getdilər, gəl. Görək nə indi. Nə qədər yığılıb? Deyirəm ki, maşenlikdə olsan bəxtim var. 2000 yığılıb. Ya insanda əsas bəxtdir bildiyin. Məsələn sən nə olsan da bəxtin var bildiyin, yəni baxma da. Görək də, bəxtimizi görək də. Nə sən getdi ya. Bu nədir, bu azdı axı. Mən sənə görə riskə getdim, cəmaatı yığdım, bura bastırdım səni, başdaşı, pulu. Bu nədir, bu azlıq, 100 azdı axı. Hələ mən gedib bir dənə toyda elə 1000-ə yaxın tuturam, bu nə deyə? Sən o çalansan da ayğanı. Satırı məcbur olanda çalıram. Abi belə nəsən ki? Meyxana. Hala sən meyxana deyənsən hansı halda? Meyxana deyən olmayanda deyirlər gəl meyxana. Görürsən bu maşinliksən. Atmadığın adam. Alma. Gəbərədən. Mənə də atırsan. Bir dənə görünür. Sənə görürük. Bir dənə görünür. Mən yastı, burada dava salmıyor. 100 verdin. Bax, mənim indi bir gün ölən günüm, düzdür? Sən mənim nələ 3-ümə 7-mə bax. Gör orada nə yığılacaq. Onda sən 200 əlini verir. Rusiyadan uşaqlar da verəcək də sənə də. Yasva görə. Tanımısan onları? Ha, demişəm bir gün. Ver. Yenə də azdır. Ya. Yenə də azdır. Yenə də Az var. 200 bir xırda bəsindir. Səni qurtardım. Yenə də azdır.